bugün gördüğünüz kimi artıq bizim qantellərimiz də buradadır. Biz görürük ki, burada bir güc nümayişi olunacaq. Söhbət pəhləvanlardan gedir. Şahiqlərdən yoxlamaq istəyir Şahiqdən qətiyyən getmir, Şahiq. Şahiq, gəl baxaq görək biz bacararıq. İkimizə birini qaldıraq. Sahib olmasın. Mən birini tək qaldıra bilərəm, amma məncə artıq qıpqırmızı oldum. Biz elə pəhləvanlarımızı dəvət edək. Məncə də işinin peşəkarı onları qaldırsa daha yaxşıdır. Yəni görün, Ay keçər. Keçəl ehtiyatlı ol beynindən. Salma bizi bayram günü. Aha. Mən istəyərdim dəyərli qonaqlarımızı təqdim edeyim. Azərbaycan El Pəhləvanları Birliyinin sədri Nurəddin Beyləqanlı, Şuşalı Qaçay Pəhləvanın oğlu Təvəkkül Hüseynov, Həbibullah Davudov, Ustad Pəhləvan Ağabey Bağırov bugün bizimlədir. Sabahınız xeyir olsun. Bayramımız mübarək olsun. Bayramımız mübarək olsun. Bayramınız mübarək. Hoş gəlmisiniz. Təbrik edirik. Bayramınız mübarək olsun. Neçə gözəl bayramlarda görüşək. Əllərindən hiss olunur, yəni ki, belə bugün bizi maraqlı bir xüsusi belə bir təqdimat gözləyir. Gördüyünüz kimi qantellərimiz də bizimlə bərabərdir. 32 kilodur, baxa bilərsiniz. 32 kiloqram. Hamısı 32 kilo. Əslində biz yoxladıq onu. 32 kilo. İskəndərlə yoxladıq. Bəzən 32-dən də çox olur. Orada 35 verir, 33 verir belə-belə. Ancaq 32-dən. Nə gözəl. Xoş gəlmisiniz. Sizin də bayramınız. Xoşunuza gələn bayramımıza təbrik edirik. Çox sağ olun. Çox şad olduq. Bilirsiniz, hər belə biz yeni bu Noruzu həmişə biz belə qarşılayırıq. Bizi də həmişə bizi yaddan çıxartmırsınız, dəvət edirsiniz öz tədbirlərinizə, öz bayramlarınıza. Biz də bayramımızı təbrik edirik. Xalqımızın bayramını təbrik edirik. Bu qaməti, bu əzələləri görüb sizi necə yaddan çıxarmaq olar? Qalibiyyət xalqımı təbrik edirik. Çox sağ olun. Prezidentimizi təbrik edirik. Bəli, buyurun, xoş gəlmisiniz. Sizə bütün Azərbaycan xalqını təbrik edirəm. Uzun ömür, hamıya can sağlığı. Bayramlarımız gün o gün olsun. Bir daha biz Şuşada qeyd edək. Salam aleyküm. Azərbaycan xalqının bütün bayramı təbrik edir. Bahar bayramı. O il olsun ki, bu ilimiz uğurlu illərdən olsun. Çox sağ olun, çox sağ olun. Mən belə görürəm Şahiq, əslində bizim pəhləvanlarımızın... Şurada belə çıxış eləmişəm. Nə gözəl, nə gözəl. Şurada mən çıxış eləmişəm. Buradan bizi dəvət etmişlər Prens aparatından. Il qeyri-hökumət təşkilatlarından. Keçənli iştirak eləmişsiniz. Getdim, bəli, onlarla bir yerdə. Məncə bir çoxun arzularını Bəli, reallaşdırmışsınız, mən orada orada da çıxış eləmişəm. sərgiləmişsiniz. Mən Nurəddin Beyləqan olaraq El Mən Pəhləvanlar düşünürəm Birliyi ki- sədriyəm. Azərbaycanda Allaha şükür bu qurum var. Heç vaxt qabaq olmuyor. 2020-ci ildə bizim El Pəhləvanlar Birliyi yaranıb. Nə gözəl. Bəli. İndi sağ olsun dövlətimiz də bizə yerşik qrant da ayrılırlar. Yəni bizim bu gənclərimizə. Nə gözəl. Nə gözəl. Bayramımız mübarək olsun. Bizim uzun illər həsrətində olduğumuz, işğaldan azad olunan torpaqlarda bayram tonqalının yanması, pəhləvanlarımızın orada güc göstərməsi, nümayiş etdirməsi bu bizim arzumuz olub. Bugün reallaşdı, gözümüz aydın olsun. Və bugün telesəhərdə nə nümayiş etdirəcəksiniz bizə? Burada nə başarırıq? Burada bunu edəcəyik. Çox şey bacararsınız. Çox başarırıq, ancaq Biraz edəcəyik. kənara keçək. Bizə tapşırıblar ki, bir yerdən biraz Ehtiyat igidi yaraşıqıdır. Biz də bir kənara Bizim keçək. kasamız gözdəməsin deyə qonaqlarımıza indidən üzəriyə başlayır. Pəhləvanlarımızın da başından bir üzəriyə aylanır. Bu da Kösanın Onlarla bu dəqiqə qanteli. döyüşəcəm. Mən döyüşəcəm onlarla. Başlayalım. Buyurun. Elə belə görməsinlər. Biz öz yerimizə keçək. Keçək.
Çox sağ olun. Təşəkkürlər. Təşəkkürlər. Çox təşəkkürlər. Davam Çox sağ olun. edəcəyik. Çox təhlükəli sağ və olun. möhtəşəm. Çox, həqiqətən də. Belə deyək də, sözün əsl mənasında insan hətta o ağrını biraz belə həyəcanı öz orqanizmdə belə hiss elədi. O siz dişinizlə hər şey qaldıranda bir anlıq dişlərimi təsəvvür etdim, necə töküləcək hamısı. Amma Sən yoxlama onu. mən heç onu yoxlamaram. Sizə dərin təşəkkürümüzü bildirirəm. Pul samolyot çəkirəm, pul qatar çəkirəm. Aha, bircə dəqiqə. Mikrofonu təqdim edək sizə. Yəni bu mənim dünyada olan nömrəmdir. Mən saçımdan qatarlar çəkirəm. Türkiyədə lokomotiv adama da almışam. Elə vaxtda Türkiyə Atatürk limanında samolyot seçimini dartmışam. Avropada, Rusiyada, Azərbaycanda da O çəkmişəm. görüntülərdə əslində mən izləmişəm. Hamısı var Həqiqətən. internetdə. Novruz ərəfəsində Cəmi hər dartmışam, zaman belə. cəmi Venesiyada Nə dartmışam. gözəl, nə gözəl. İtaliyada, yəni bütün dünyanın hər yerində mən Azərbaycanı təmsil O edirəm. görüntülər yəqin ki var, amma bizim də unikal görüntülərimiz var ki, biz sizə təqdim etmək Və istəyirik. xüsusilə Bakıda ilk rəsmi Novruz şənliyini təqdim eləmək istəyirik və 1967-ci ilə səyahət eləyəcək. Hal-hazırda Novruz şənliyimiz hər zaman çox gözəl canfəşanlıqdan keçir, amma Üzr o istəyirəm, illərdə də bizim qabaqçı xüsusidir. pəhlivanlarımız olub, Qaçay pəhlivan, Bəli, Şuşalı, oğlum bir təvəkkül Tüvərov yanındadır. Rəşid pəhlivan, Bəli. Eldar pəhlivan, Eldar Göçaylı, Sarı Süleyman, o bizim nə qədər pəhlivanlarımız olub, bizim Garay pəhlivan, Yaşar pəhlivan, Əli pəhlivan, Hamıya dərin Müsəllim təşəkkürümüzü pəhlivan, Ağa bildiririk. Çox sağ pəhlivan olun. buradadır. Yəni demişəm. Pəhləvanlar diyarı. Yaxşı ki Bəli, varsınız. indi də Allaha şükür bizim Bəli. el pəhlivanlar birliyi var. Bəli. Yəni bunlar bu pəhlivanların hamısı 99%. Amma növbəti nömrəni də biz alacağıq Hamısı sizdən. birliyin bu yanında. Bax o kadrlarda da əslində biz Pəhləvanların da pəhlivanları da yarışları görəcəyik. var.